Peyğəmbər buyurur, cəmaatın ən oğrusu bilirsiniz kimdir? Oğruların oğrusu. Namazından oğurlayan adam. Öz namazından oğurlayır. Yəni nə deməkdir? Yəni namazdan bizə nə qalır? O qalır ki, fikrimiz Allahdadır. Bismillahirrahmanirrahim, fikrim Allahdadır, əməl dəftərimə yazıldı. Əlhəmdülillahda fikrim dağıldı, məsələn. Maliki yevmiddində qayıtdı, o yazıldı. Nə qədər fikir namazdadır, Allahdadır, o qədər yazılır. Nə qədər fikir yayınır, o qədər boş gedir, yazılmır. Bu namazın bir xeyri olur ki, qəza boynundan götürülür. Amma namaz olmur. O hissələri yazılmır. Buyurur, ən pis oğru odur ki, öz namazını oğurluyor. Öz ibadətindən oğurluyor. Yəni, özü öz malından oğurluyor. Mal mənəvi mənada. İbadət, bir namaz göndərilən bir neymətdir ora. Amma sən huzur-i qəlb olmamaqla namazda ondan bir miqdarını özün-özündən oğurlayırsan.